Herkese salam. Yeni videoma hoş gelmişsiniz. Ben Nuray Hüseynova. Bugünlərim sizinle birlikte göstərəcəm. Bu gördüğünüz paltarlarımı hələ burada bitməyib. Burada da gördüğünüz paltarlarımı qatlayacaq, yəni düzənləyəcək. Dediyim kimi paltarlarımı düzənləyəcək. Yəni bu bir şkaf düzənləmə videosudur. Ve benim o kadar paltarım var ki ya, o kadar. Yani bilmiyorum. Şu anda üstüme rahat bir şey giyindim ve başlayacağım. Yay paltarları, kış paltarlarımı ayırmak istedim. Ve kış paltarlarımı ayırmak istedim. Yay paltarlarımı da ayırmak istedim. Yani belə, əslində mən də bilməm necə qatlayacağım falan, necə ayıracağım. Sonrasında baxarıq ona. İndi isə burada gördüyünüz, hətta şkafda, yəni arkada gördüyünüz paltarları da yığışdıracağıq. Hadi o zaman başlayalım. Evet, başladıq. İndi isə mən sizə hara qoyum deyə düşünürəm. Ama düşünmeden önce ben burada asılganlar var. Onları bu tarafa çekeceğim ki bu hisse bana lazım değil. Ve şkafım biraz büyük olabilir ama yine de hiç ne sığışmır, yani hiçbir şey yani sığışmır. Çünkü paltarlarım o kadar yani çoxdur ki hiçbir şəkildə yani sığışmır da. Ama buradan koysam evet, şu anda telefonu ayarladım. Şimdi burası, bakın tam gördüğünüz burası benim şkafımda. Buradakiler işte başka yani ayrı bir paltarlardı. Yani bunlar benim değil. Sadece buradakiler vardı. İndi biz onları təpərləyəcəyik. Hatta orada da var. İndi ben bunları düşünürüm ki, hətta zibil paltar her şey qaçıq yani. Bu benim göz bandımındır. Qabıda saxlayıram ki bizden nəsə getsək, harasa rayona falan yaydı da. Və yaxud da bu yaxınlarda falan getsək, düşünürəm şey eləyə bilərik. Götürə bilərəm, içine işte nəsə qoya bilərəm. İndi mən burada atılmayacaq şeylərim. Əsasın bu kalkutka. Bu kalkutka ağ renkdir və sevmədiyim bir modeldir. Uşaqlıqdan qalıb, hətta hardasa bir 3-cü sinifdə və yaxud 4-cü sinifdə falan qalıb. Ancaq bu atılacaq. Bir yerde kalkutkom var idi, onu da attım. Sonrasında indi hamısını bir dənə belə yığaq, taxtın üstünə ataq. Çünki daha fazladır həqiqətən. Evet. Burada papağım var. Bu neye göre saxlamışam, ben bunu bilmirəm. iPhone-un şeydi, adaptırıdır. Şəkildədir. İçindən belə bir kağız çıxmışdı. Belə bir şeyler çıxmışdı da, yəni. Belədir. Burada da var. Belə bir şeydir. Mən bunları atacağım. Hatta qabıyla belə atacağım. Ona göre içine koyuram kağızlarda, atıram. Evet, qoyuruq qırağa ki ataram. Burada şortikim var. Bu mənim ən çox sevdiyim şortikimdir. Valla üzüklərim, dırnaqlarımı, bəziləri siz məni indi görmürsünüz. Baxın, üzüklərimi tapdım. Bu şəkildə 2 dənə üzüyüm var. Biri belə ürəklidir, netləşmir. Belədir. Biri belədir. Dırnaqları çox aşiqəm həqiqətən, yəni. Böyle. Ama dırnaq yəni işlətmirəm, onu deyim. Nəysə. Burada mənim cinsim var. Cinslərim bu arada mənim çoxdur həqiqətən, amma bir dənə cins geyinirəm.
O birisləri heç sevmirəm, amma alıblar. Nəysə. Əlcəklərim. Deyirlər ki, 19 Martda falan qar yağacaq. Evet. Bunu da belədir. Bəyənləndirim də bəs bunu. Baxın, indi mən bunun içine üzüklərimi, nə bilim. Evet, mən şkafımı bütöv olaraq həqiqətən də boşaltdım. İndi isə mən biraz bu arada bunun içine yığılacaq şeyləri yığdım. Yəni məsəl üçün 2 dənə üzüyümü qoydum bunun içine və belə qaşıqlarını da qoydum içine. Evet. Dediğim kimi üzüklərimi koydum. Bir de belə göze yapıştıran falan bir şeydi de yani. Mıcıq kimi bir şeydi. İndi bura paltarlarımı şeyləyəcəm, amma paltarlarımı qatlayanda bu arada bu videonu part 1, part 2 diye paylaşacağım. Həqiqətən də çox uzun sürəcək. Həqiqət baxın, yəni çox şeydi də yəni. Evet, telefonu koydum ora. Sizi koydum. İndi isə bu bir dəqiqə. Bu gördüğünüz paltarların hamısını yığışdıracağıq. Evet. Sonda da sayacağıq ki, nə qədər paltarım var. Bu arada mən Allah qopdu. Heç nə olmaz, taxılır zaten. Bir də mən bunu taxım. Taxım mən bunu. Evet. Belə bir şey qoftandı. Bunu zaten yayda gibi bir şey giyinirlər. Ama biraz yumdu. Neyse, hiç olmaz. İndi ise bunların hamısını yarıştıracağız dostlar. Evet, paltarlar diyeceğiz hardadır. Şu anda ben yanımda da lapa paltarlar göstereceğim. Bakın. Belədir yani. İndi ise bunları bir qatlayacağıq. İndi ise diz şalvarlardan başlamak istəyirəm. İlk önce bakın. Mesela üçün benim bir tane diz şalvarım var. Bu. Bunu mən geyinmirəm. Amma yenə də qatlayıb qoyuram ora. Bilmirəm niyə. Şimdi mən bunu qatlayıb qoyumu qış paltarların arasına, yoxsa qatlayıb qoyumu şkafıma. Oylama aparın. Evet. Bu şekilde koydum. Bunu koyacağım qırağa, yəni şkafıma aparmayacağım ki biraz da yer boşalsın. Məsəl üçün bunu deyəcəksiniz geyinirsən. Bəli, bunu mən hər zaman geyinirəm. Çünki mən bu rəngdən çox bayılıram və çox yaxşı bir yəni cinsdir də. Ona görə də şey eləyəcəm. Bunu saxlayacağım. Qatlayıb gəldim. Evet, belə 2 dənə şey bura koydum. Yəni onlar geyinməyəcəkdi. Bu da geyinməyəcəklərdi. Yəni bunlar atıldım qışların yanına. Burada işte mənim donum var. Donlarım bu arada yarısı oradadır, yarısı mənim şkafımdadır. Heç bir şeye ayıb bilmirəm. Ona görə də donlarımı da ayıracağıq. Hələ ki qoyuram bura. Sonrasında birazını elib gəlirəm. Evet, bəzilərini elədim. Reçetim. Bura qoyacağım. Bunu məsəl üçün geyinəcəm, yəni yayda. Bu mənim deyil, halım qızındır. Bu mənim deyil, mənimdir gibi bir şeydir. Böyle koftadır. Burada bayraklar. Sonra burada kropum var. Kropum bu arada bir de alttadır. Koyduk bura. Sonra yine koftam var. Bu şekilde.
Görüşleme. Ona hiç olmaz. Evet. Bunda kuyruklar. Sonrasında ne göstereyim? Evet. Böyle bir koftam var. Böyle. Böyle de yaya aittir. Evet. Burada kuyruk işte. Bu mesela tüm kışa aittir. Ancak bunda kuyruk kışa. Yani bu tarafa kuyruk. Bazı tamam kafamlarımdır. Bunu zaten ben giyinmirəm. Bilmem ne aklımdan. Evet, ne aklımdan bilmirəm. Önce bunu da atarım. Zaten kolludur. Yani sonrasından bunun ne yayı olur, ne kışı olur. Ona göre her yayda, yani her bir fəsildə yəni bunu geyinirik. Qəşəngdir də. Siz qışda da geyinə bilərsiniz, yayda da geyinə bilərsiniz. Yəni önce bunu da buraya koyuyoruz. Bunu biraz bir tarafa koyun ki önümüz açılsın. Evet, biraz düşür. Neyse. Bu benim pijamamın üstüdür. Bu arada dediğim kimi bazı yay paltarlarımı çıxartmışam. Biraz tərpənə bilər kamera. Bazı yay paltarlarımı dediğim kimi çıxartmışam. Və onlar da paltar yandadır, yuyulacaq. Sonrasında onlar da yer ayırmalıyam. Bayağı bir çoxdur yani. Sonra böyle bir şeyim var. Bunu da qatlayaraq qoyuruq bura. Sonra mesela evde giymeye klasik bir şeydir. Bundan bu şekilde qatlayırıq. Yerleştireceğiz bu arada. Allah gedir. Bakın bu kadar paltar dağılır yani. Bu benim değil. Qoyuruq atırıq qağa. Sonra ətəyim mini bir ətəyim. Bunu giyinərəmmi, yoxsa giyinmərəmmi? Yox, giyinərəm. Amma rayona falan bilmirəm. Amma saxlayayım. Bəlkə kalkutkayla falan giyinərəm yani. Onu bura qoyuram. Sonrasında biraz qalıb ujim. Belə bir kofta var, bu da qoyuram. Papağım. Papağımı zaten koyacağım o bir şeye. Bu cinsimi de giyinmirəm. Bunu da koyuruq. Bura. Evet, sanırım bitti. Duvarıma sonrasında çoraplarım da çıktı. Çoraplarımı bunlar olacak. Bu da olacak. Evet, bitti. Zaten bunlar əlcəklərimi də koydum. Oraya o bir şkafa. Başka da heç nə qalmadı. Evet, indi isə qoyacağıq. Bayağı şkafım açıldı yani həqiqətən.
Bunlar necə eləyir bilmirəm. Neyse.